Allahın adıyla. Salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Bəzi insanlar sual verirlər ki, bizim qəlbimizdə narahatlıqlar var, ruhumuz aramlıq tapmır. Biz elə bir hala gəlmişik ki, dünyadan sanki küsmüşük, günahlar bizim ətrafımızda o qədər tüğyan edir ki, biz günahın içində itib batırıq, ruhumuz qaralıb, qəlbimiz bu haldadır, yəni çətinlikdədir. İnsan aram ola bilmir. Bu cür nə suallar verirlər. Bizim də cavabımız budur ki, insan fitrətən Allaha bağlı olduğu üçün o Allahı axtarır. Yəni bir insan namaz qılmasa, günahlar etsə, onun fitrəti korlanır. Onun sanki fitrəti bir güzgüdür, onun o güzgünü sanki toz basır. İnsan gərək öz fitrətini oyada, Allaha doğru gedə. Gecə-gündüz otura, fikirləşə, yol gedəndə də, oturanda da, duranda da fikirləşə ki, Allahım mənə rəhm elə. Yəni Allahı çağıra və düşünə ki, mənim bu qəlbimdəki bu narahatlıqlar nə ilə əlaqəlidir? Ruhum ki, bu hala düşüb, niyə mən bu hala düşmüşəm? Və o Allahı çağırdıqca, düşündükcə və Allahı istədikcə artıq başa düşəcək ki, o qəlbən Allaha bağlıdır. Yəni o Allahı sevməyincə, Allah üçün işlər görməyincə onun həmişə narahatlıqları olacaq. Ruhunda həmişə problemlər olacaq. İnsan Allahı tapmasa, yəni insan Allahla razı-niyaz eləməsə, Allahla dost olmasa, insan tənhadır. Yəni insanın himayədarı, insanın ağası, rəhbəri Allahdır. Yəni insan tənha qalanda da, cəmiyyət içində olanda da yalnız Allaha güvənməlidir və bilməlidir ki, onu yaradan var, onu istəyən var. Əgər insan Allahı unudanda qəlbi bu cür olmalıdır. Qəlbində narahatlıqlar olmalıdır. Amma o adamlar ki, Allahı tapıblar, Allahla razı-niyaz edirlər, Allahı sevirlər, Allah üçün iş görürlər və Allah üçün hər şeyindən keçirlər. Bu insanlarda aramlıq var, ruhları gözəldir, ruhları böyükdür. Təbii ki, mən də bu suala cavabını bu cür verdim ki, insanlar Allaha sarı gəlsinlər, günahlardan tövbə etsinlər və bizlərə də xahiş edirəm ki, dua edin.